yana varma. Lale gitme ne olur. Kadir. Gel. Geldim öyle. Çok güzel. Ölürüm. Kimsin? Melih ne olub sənə? Əsəbləşdim, sancım tutdu. Siz burada gözləyin. Şuradan ölürüm. Ay kişi, abala, abi kim yayır bu şayeleri? Mən başım çıxmır. Abala, o boyda bir yanğınla zadla müflis olmaz. Mümkün değil bu, başa düşdün? Hamısı ağ yalandı bunlar. Yaxşı, yaxşı Namik, oldu. Bir gün gələrəm yanına, oturarıq çay içərik, söhbət eləyərik. Oldu, yaxşı, sağ ol. El çekmezler. Gedəyim əlim. Sür gedək. Dayan gör, dayan. Alo. Ha Cəlil, salam. Yaxşıyam, sağ ol, sən yaxşı olasan. Nə? Ha, keçmiş olsun deyək də. Nə, bugün? Yaxşı, gələrsən gözləyəcəm. Oldu, sağ ol. El çəkməzlər bunlar. Müəllim, bu Cəlilgil hansı iki qardaş? Malları bu yalan obyekt olan. Ha, bekar, ha. Oy. İndi gəlib soruşacaqlar ki, bizim pulumuzu nə vaxt verirsən, haçan verirsən? Nə haracıq ha müəllim? Mən o qədər pulu verə bilmərəm, bekar. Gör neçə ildir bir yerdə işləyirik. Bugün görüşüb danışacağım. Yəqin başa düşərlər də mənə. Müəllim, Allah qorxuram. Deyirəm birdən bu şayələr doğrular. Hə? Müflis olacaqsınız müəllim. Kiş danışma. Mən hər vəziyyətdən çıxmağa bacarıram. Sürücüsən, maşınını sür. Nə bilim ya müəllim. Narahat oldum da, valla qorxuram. Elə əsl narahat olmalı vaxtı. Sür gedək. Melek oradasın Melek. Melek niye telefon açmırsan? Kadir. Kadir abla pardon kızım Kadir.
Sən nə edib yeməyin deyə saxlamısan? Nə bilim, özümü yaxşı hiss eləmirdim. Bütün gün ürəyim bulanırdı. Niyə ürəyim soyuqluq eləmsən, hə? Yox, xəstə deyiləm. Sabah həkimə gedəcəm. Bəlkə nəsə oldu. Necə nəsə oldu? Mələk, qurban olaram, nə səhv, Mələk? Sən bundan sonra heç bir iş zat görmə, yaxşı? Hər şeyi mən özüm eləyəcəm. Yemək zat da istəsən, sifariş eləyərəm, gələr. Diyanə, nə olub? Nə xəbərdir? Qurban olaram, nə sən? Yaxşısan belə? Ürəyin nəsə istəyib eləmir, gedim alımsa. Yox, vallahi heç nə istəmirəm. Nə tələbəs deyirlər axı, hamilə olanda alça istəyirlər, şirniyyat istəyirlər. Nəsə istəyirsənsə də gedim alım. İslam, vallahi heç nə istəmirəm. Billahi heç nə istəmirəm. Amma birdən könlündən keçsə deyərsən. Baş üstə. Ayol, nə olur, qurban olma, ayol. Bu vaxta qədər səndən heç nə istəməmişəm. Nə olar, onlara dəymə. Sap sağlam çıxsınlar oradan. Qurban olma, ayol. Həkim. Nə olur, yaxşı xəbər verin. Xəstənin daxili qanaxması var. Uşaq cəftdən ayrılıb. Necə? Siz nə danışırsınız? Qulaq asın. Vaxt yoxdur. Ananın həyatını xilas etmək üçün hamiləliyi dərhal sonlandırmalıyıq. Yox, uşağın həyatını xilas etmək çalışsaq, ana əməliyyat masasında qalacaq. Nə? Təcili seçim etməlisiniz. Ya uşaq, ya ana. Ata, mən sənin üçün çox darıxmışdım. Mən də sənin üçün həyatım. Utan ürək. Məktəbdə həmişə uşaqların atası gəlirdi məktəbə. Həmişə mənim sinif yoldaşlarım atasından danışırdılar. Deyirdilər ki, atam mənə şokolad aldı, atam mənə parka apardı. Ona mən pis olurdum. Sən bunlar yaşatdığıma görə mənə bağışla qızım. Eybi yoxdur. Bir də getməyəcəksən. Getməyəcəm. Sən söz ver. Yaxşı, ata söz verirsən.
anam da gəlsin. Anamla birlikdə gedərik, pizza yeyərik. Sonra da oradan gələrik evə. Anam gəlməyəcək. Lale, Lale, Lale beni koyup gitme Lale. Kadir'ime sen hardan aktarım, harda tapım. Lale, Lale. Kadir, şu araparım mısın? Ay Allah beni iyi. Həkim, həkim siz nə danışırsınız? Necə ola bilər ki bu? Sakit olun. Mən sizi başa düşürəm. Həkim, mən necə sakit olum? Siz nə danışırsınız? Onlar mənim canımın parçasıdırlar. Mən onların arasında necə seçim eləyə bilərəm? Qurban olum, həkim, qurban olum. Onların ikisini də verin, mən nə olar? Bu mənim əlimdə deyil. Tez qərar vermək lazımdır. Vəziyyət kritikdir, gecikirik. Hər saniyə əleyhimizə işləyir. Allah, niyə də, ay Allah, niyə də, niyə? Niyə bu şey mənim başıma gəlir? Niyə? Bir tərəfdən verir, bir tərəfdən alır. Sakitləşin. Əməliyyata qayıtmalıyam. Qərarınız nədir? Ananın həyatını xilas etmək üçün hamiləliyi dərhal sonlandırmalıyıq. Yox, uşağın həyatını xilas etmək çalışsaq, ana əməliyyat masasında qalacaq. Təcili seçim etməlisiniz. Ya uşaq, ya ana. Qərarınız nədir? Bəbir müəllim, inan ki, yanğın xəbərini eşidəndə çox pis olduq. Siz də gərək o qədər malı bir yerdə saxlamazdınız. Deməli, mən 40 ildən artıqdır ki, bu sektordayam. Heç bir belə hadisə, bir tərslik olmayıb işimdə. Hələ bu yanğınla bağlı araşdırmalar davam edir. Bu işin qəsdən olunduğu da bəllidir. Kimin elədiyini də təxminən bilirəm. Neysə, indi ekspertizanın rəyini gözləyək ki, sığorta məsələlərinə baxaq. Əbir müəllim, bilirsiniz ki, dostluğumuz öz yerində. Amma bizim də orada 40% payımız var idi. Bizim də arxamızda investorlar var. Onlara ambar yandı deyib kəsə bilmərik. Mən sizi yaxşı başa düşürəm. Bilirsiniz, bu dəqiqə elə mən özüm də bir şey eləməyə çalışıram da. Müqavilənin 6-cı bəndini yəqin ki, xatırlayırsınız. Force major hallarda belə əsas vasitələrin bərpası və tərəfdaşlarının payının ödənilməsi icrasının öhdəliyindədir. Mən sizi yaxşı başa düşürəm. İndi siz nə təklif edirsiniz? Mən külün içindən malı çıxardım, ya pulu? Narahat olmayın. Məndə heç kimin pulu qalmayacaq. Nə vaxt ödəyəcəksən? Əgər ödəyə bilmirsənsə, bizim sənə yaxşı bir təklifimiz var. Sığortadan pul gəlinə qədər digər obyektdəkilərin payını bizə girov qoymalısın. Sizin bu elədikləriniz heç yaxşı olmadı. Siz bizim aramızdakı bu dostluğu məhv edirsiniz, yoxa çıxarırsınız. İş işdir Bəbir müəllim. İş öz yerində, dostluq öz yerində. Dost kimi nə vaxt çağırsanız, qulluğunuzda hazırıq.
Kes səsini. Bu süni cümlələrə ehtiyac yoxdur. Burada mənim o yerlərimi girov göstərmisiniz. Siz heç bilirsiniz ora neçə hektardır? Bilirəm, bizə olan borcumla başa başdır. Özün də yaxşı bilirsən. Mən buna imza atacağım. Amma siz mənim şirkətimin o hissəsini yuxuda görə bilərsiniz. Nəyi? Şirkəti. Şirkəti yox, evimi girov qoyacağım. Səhər notariusda danışarıq. Görüşərik, həll eləyərik. Olar. Sabah görüşüb notariusda təsdiqləyərik. Allah xeyir versin. Hamı üçün ən xeyirlisi budur. Qutarın görək siz Allah. Bizim dostluğumuz da elə buradaca bitdi. Gedə bilərsiniz. Xoş gəldiniz. Hə, da yanımdadır uşaq. Amma anasına görə kefi yoxdur da. Qədir, mən səni başa düşürəm. Haqq da verirəm. Amma uşağı da fikirləşdi. Ona travma yaşadırsınız. Nasım dayı, sana qurban olum. Neyniyim mən, necə eləyim? Mən istəmirəm də mənim qızım o şərəfsizlə bir evdə yaşasın. Başa düşürsən məni? Sən mənim yerim olsaydın neyniyərdin? Düz deyirsən. Amma uşaq üst-üstə itkilər yaşayıb. Əməliyyat keçirdib. Təsəvvür edirəm indi nələr keçir ürəyindən. Neynirsən elə, mən sənə dəstəyim. Mən səninlə razıyam. Amma neynirsən elə, ananı baladan ayırmaq olmaz. Şeylaniya uşaq düşmür, inanırsan. Düşmür onu uşaq. Kızım, niye yemirsən? Niye yemirsən baba? Ata qurban, bəlkə başqa şey sifariş eləyək, bunu ürəyin istəmirsən. Lalə, sən atanı çox istəmirsən, mən bildim bunu, başa düşdüm. Sən məni çox istəmirsən. İstəyirəm. Anamı da istəyirəm də. Ona zəng gəlsin də. İndi ana bura necə gələ bilər ki, balam? Gələ bilmir axı ana bura. Anamı istəyirəm mən. Anam olanda sən olmuşsan, sən olanda anam ol. Bəzi şeylər var ki, ata onu sənə başa sala bilmir də, balam. Mən anamı istəyirəm axı. Deyirəm, biraz adam olun da, biraz kişi olun da, nə olar? Bilirsiniz də başıma nə gəlib. Biraz anlamağa çalışın, başa düşməyə çalışın. İnsanlıq harda qaldı, harda, hə, bekar. Ay müəllim, onların onsuz da sizdən xoşu gəlmirdi da. Bir elə fürsət axtardılar ki, sizi sıxışdırsınlar. Bu da fürsət. Onların belə zatına nəhlət. Sizə dost deyənin lap belə boyunu... Ay müəllim, siz onlara dost deməmsiniz ki, iş ortağımız oldu, ortaqlardır. Amma indi bəs yaxşı nətər olacaq?
bu boyda biznesi öz əlinizlə verəcəksiniz bu Şəngülüm, Məngülüm qardaşlarına? Bu biznes elimden çıksa batarım bekar. Ama həll eləyəcəm, darıxma. Mən bəbirəm, bəbir, mənə də bəbir deyərlər. Həmişə B planım olub. Pul tapacağım, həll eləyəcəm. Şirkəti yox, evi girov qoydum. Niyə ay müəllim? Bekar, ikinci evim var. Ama ikinci şirketim yoktu. Həll eləyəcəm, hamısını həll eləyəcəm, darıxma. Evdə mənə qalacaq, şirkət də. Yıxılmayacam, bekar, mən, bəbir yıxılmayacam, pul da tapacağım. İnşallah müəllim. Sağ qurban olum. O pulu hardan tapırsan? Valla yerinmədi, gedim 3-4 kisədə mən tapım da. Kimdən mən? O, mənə zəng vurub. Aycan Qumru. Bəbir müəllim. Hə, niyə ağlayırsan Qumru, nə olub? Mən bilmədim neyniyim, ona görə sizə yığdım. Yaxşı eləmirsən, bəs kimi yığacaqdın? Nə olub, de görək? Uşaq yoxdur. Necə yəni uşaq yoxdur? Başa düşmədim. Apardı uşağımı. Qızımı apardı. Ay Qumru, kim apardı? Sakit ol görək. Kino başladı da yenə. Qədir. Qədir? Bayaqdan küçələri fırlanıram. Öz evimiz tərəfə getmişəm. İslamgilə getmişəm. Yoxdur, heç yanda yoxdur. Qumru, sən sakitləş biraz, sakit ol. Olduğun yeri bekara at. Biz indi gəlirik, yaxşı? Normal, nə məsələdir bu? Gel otur maşına tez. Tez sür gedək, tez. Geldin. Ana, Mənə dedilər ki, burada bir qəşəng bir qız var. Adı da Lalədir. Düzdür? Maşallah, qəşəng qızım var. Allah saxlasın. Sağ ol baba. ata bu kimdir? Bu Nasim babadır kızım, tanış ol. Bu sənin atandır, yəni mənim babam. Yox hayatım, Nasim baba mənim atam deyil. Amma Nasim baba mənim həyatımı xilas eləyib. Demək olar ki, məni yenidən həyata gətirib. Çox sağ ol. Çox sağ ol ata. Mənə qəşəng oyuncaq almısan. Bu hələ arasıdır qızım. Qoy ad günün gəlsin. Sənə bundan da qəşəngini alacağım. Baba, sən atamı sağaltmısan, sən həkimsən. Qızım, Nasim baba həkim deyil, amma maşallah, əlindən hər şey gəlir. Hər şey. Hadi, mən sehirbazım da. Onda elə ki, anam da gəlsin, bir yerdə yaşayalım.
Qədir belə alınmayacaq. Yox. Mən bura niyə gəldim ki? Mənim qızım yoxdur. Mənim qızım yoxdur. Qumru, Lalə yoxdur. Qumru, sakit ol, özünü ələ al. Mən tapacağım uşağı. Heç olmamış kimi oturub evdə gözləyəcəm. Mən də axtarmalıyam. Qumru, dayan, dayan. Sən bacaran iş deyil bu. İmkan ver, mən eləyim. Qədir apardı. Qədir apardı. Məndən heyfin çıxmaq üçün. Mən bir də Laləni görə bilməyəcəm. Qumru, sakit ol. Mən tapıb gətirəcəm qızını, söz verirəm sənə. Çək əlini. Hər şey sənə görə oldu. Sən mənim həyatımı dağıtdın. Sən mənim ailəmi dağıtdın. Qumru, niyə belə danışırsan axı? Mən səni çox sevirəm. Yerin dibinə batsın sənin sevgin. Əgər səni tanıdığım gün əllərimlə boğub öldürəydim, onda bunlar heç biri yaşanmazdı. Nifrət eləyirəm sənə. Nifrət eləyirəm. Baxma mənə! Baxma! Yaxşı, yaxşı, sakitləş. Sən mənə eybi yox, nifrət elə, amma mən sənin üçün yaşayacağam, sənin üçün çalışacağam. Uşağı da tapıb gətirəcəm, Qumru. Narahat olma. Lazım gəlsə o Qədiri yenə öldürəcəm. Bu gedişlə sənin dədən bütün var dövlətini keçirdəcək Qumrunun adına. Qumru da hamımızı atacaq çölə. Yəni səni də, qardaşı da, bizi də. Qələt eləyir. Başına oyun açaram onun. Sənin də boş-boş gürüldamağın var. Mən səndən daha böyük planlar gözləyirdim. Nə planlar gözləyirsən Lətifə? Məsələn, mənim tanıdığım Nigar indiyənə qədər Qumrunu ikiyə bölüb atmışdı çölə. Hələ xavərə bax, xavərə. O, ailəsini, evini, eşiyini, hər şeyini qoydu bunun üçün. Özü də çəkildi, dayandı qıraqda. Mən sizi bu qədər aciz bilməzdim. Aciz zad deyil biz, eşitdin? Ağzının danışığını bil. Nə deyirəm ki mən? Lətifə, məni qızışdırma. Onsuz bilirsən ki, bir dəfə uşağı əlimdə qalmışdı, bir dəfə az qalsın özünü öldürürdüm. Oha can oldu. Söz gəlişi deyirəm də. Özdə sən mənim belə sakit qalmağıma baxma. Sən bilmirsən mənim beynimdən nələr keçir. Nə olub? Bu nə haldır? Layla. Qızım yoxdur. Kaş elə özün də yoxa çıxaydın. Nigar bütün hirsimi səndən çıxacağım indi. Gəl çıx görüm necə çıxırsan. Ayda deyiləm. Hə, sən var dövlət ayındasın. Düz deyirmişlər. İlan balası ilan olarmış. Anamla işin olmasın, eşitdin? Tək canan demirəm ki.
Əlimdə qalacaq bu qız mənim. Bir dəqiqə, nə danışırsan sən? Necə ev alırlar əlimdən? Sənə qoyduqları son gün nə vaxtdır? Sən bugün axşama pul necə tapa bilərsən o qədər? Yo, gözlə bir şey fikri. Qulaq as mənə, mənim öz evim var. Mən keçən dəfə onu əmlakçıya qoyanda bir normal alıcı çıxmadı. Bəlkə yenə də sınayım. Qulaq as, gör nə deyirəm. Sən bir-iki gün vaxt istə onlardan. Mən bir də əmlakçı ilə danışım, sənə xəbər eləyim. Yaxşı da, Sultan, olmadı ki. Mən bilirəm sən özün eləyə bilərsən, amma mən də nəsə eləmək istəyirəm. Mənə görə gəldi bu qədər şey sənin başına. Yaxşı. Mən inanıram sən özün eləyəcəksən, yaxşı. Oldu. Elə özün, onsuz da mən öz bildiyimi eləyəcəm. Necə bilirsən elədim. Necə bilirsən elədim. Qumru, nə olub sənə? Qumru. Hər şey edirəm, çox. Yaxşı, çıxıram. Amma nəsə lazım olsa mən otaqdayım. Ata. Tanımadın? Axır ki, çıxdım azadlığa. Gəldim evimə. Ayşe, buradayım Ürəyim. İslam. Ayşe. Ağrıyır, çox. Əməliyyat olmusan Ürəyim. Ona görə ağrıyırsan. Balamız necədir? Necə hiss edir özünü? Ha? İslam.
Anam, qızdır ya oğlan? Hə? Necə oldu? Onu görmək istəyirəm mən. Mələk, Uşaq görmək istəyirəm. sakit ol musun? Uşaq görmək istəyirəm. Necə hiss edir özünü? Necədir? Denə ki, yaxşıdır. Necə hiss edir uşaq özünü? Balamız öldü. Qumru, Ne oldu? Hani kızım? Hani Qumru mən hələ tapa bilməmişəm. söz vermiştin. Söz vermiştin ki tapacaksan. Uşaqlara tapşırmışam ki, axtarsınlar bu qədiri, harda olsa tapsınlar. Denən axtarmasınlar. Gəl qızım. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam.